Salam, hər vaxtınız xeyir olsun. Bu gün dövlət qulluğu imtahanına hazırlaşan tələbələr üçün hazırladığım bu sınağın izahını verəcəm. Birinci sualdan başlayaq. Konservatoriya sözündə vurğu neçənci heyciyə düşür? Konservatoriya. Vurğu heycalardan birinin digərinə nisbətən daha qüvvətli deyilməsinə deyilir. Burada konservatoriya bu heycadır, yəni dördüncü heycadır ki, digər heycalara nisbətən daha qüvvətli deyilir. Cavabımız C variantıdır. Həm də i-ya özündən əvvələ vurğunu atır. Bunun köməyi ilə də tapmaq olar. İkinci suala baxaq. Tərkibində iki leksik şəkilci işlənmiş sözü müəyyən edin. Leksik və qrammatik şəkilcilərin fərqi budur ki, leksik şəkilci sözdən yeni bir söz düzəldir və yeni sözlə köhnə söz arasında məna bağlılığı mütləq qalmalıdır. Qrammatik şəkilci sözün sadəcə olaraq formasını dəyişir, həm də qrammatik şəkilcilər sabitdir. Məsələn, isimdə cəmdir, haldır, mənsubiyyət, xəbərli şəkilciləri, sifətin azaltma dərəcəsinin şəkilciləri, daha sonra feildə zaman, şəxs sonluqları, şəkillərin şəkilciləri, təsriflənməyən formanın şəkilciləri, bunların hər biri qrammatik şəkilcidir. Baxaq, söhbət sözün kökü, söhbətdən söhbətləşmək, leksik şəkilcidir, adlardan feil düzəldən şəkilcidir. Məcdə məsdərin şəkilcidir, qrammatik şəkilcidir. Bu sözdə bir leksik, bir qrammatik şəkilci var. B variantında kitab sözün kökü, kitabdan kitablar, kitablardan kitablarımız. Sözdə iki dənə şəkilci var, biri cəm şəkilcidir, biri də mənsubiyyət şəkilcidir və hər ikisi də qrammatik şəkilcidir. Sözdən yeni bir söz düzəlmir. Kitab, kitablar, yenə də kitabdan danışılır, kitablarımız yenə də kitabdan danışılır. B variantında çıxardırıq. C-də əkmək sözün kökü. Ək, nə et, ək. Əkin, nə, əkin. Əkmək feilindən əkin ismi yarandı. Əkinci, kim, əkinci. Hər birində yeni söz düzəldir şəkilci və köhnə sözlə də məna bağlılığı qalır. Cavabımız C variantıdır. Burada iki dənə leksik şəkilci işlənib. Sözün kökü baş, başdan başlamaq, la adlardan feil düzəldən şəkilcidir. Maq məsdərin şəkilcisidir. Bir leksik, bir qrammatik şəkilci var bu sözdə. Güldən güləşmək, güləşməkdən güləşçi yarada bilmərik. Çünki leksik şəkilci yeni söz düzəldəndə bunun köhnə sözlə məna bağlılığı qalmalıdır. Gülmək feili ilə güləş arasında hər hansı bir məna bağlılığı yoxdur. Güləş sözün köküdür. Güləşdən güləşçi yaranır. Burada bir dənə leksik şəkilci var. Verilmiş sözlərdən biri çox mənalıdır. Daraq sözü amonim sözdür. Düşüncə olmaz. Cavabımız C variantıdır. Atmaq feili. Ümumiyyətlə, sadə feillərin əksəriyyətin çox mənalı kimi işlətmək olar. Məsələn, topu atıram desək, burada həqiqi mənadadır. Amma söz atıram desək, burada məcazi mənalı sözdür. Ümumiyyətlə, çox mənalı söz dedikdə, həm həqiqi, həm də məcazi mənada işlənə bilən sözlər nəzərdə tutulur. Atmaq sözü də həm həqiqi, həm də məcazi mənada işlənə bildiyi üçün bu söz çox mənalıdır. Qızılı olmaz, biz olmaz, amonim sözdür, amma çox mənalı deyil. Tərz hərəkət zərfinin işləndiyi cümləni müəyyən edin. Uşaqla belə danışmaq olmaz. Burada belə hərəkəti izah eləyir, bu baxımdan bizi çaşdıra bilər. Amma elə, belə, bunlar əvəzlikdir. Bu cümlə daxilində zərfi əvəz eləyən əvəzlikdir. Zərfi əvəz eləyib, amma zərf deyil, əvəzlikdir. A variantdan çıxartdıq. Yaxşı insanlar hər zaman olacaq. Yaxşı insan, necə insan? Yaxşı insan. Bu ismi izah elədiyi üçün yaxşı burada sifətdir. O, astadan danışdığı üçün eşidə bilmirdik. Asta, astadan. Necə danışdığı üçün? Astadan danışdığı üçün. Cavabımız C variantıdır. Düzəltmə tərzi hərəkət zərfi işlənib. Əli gülə-gülə bizə yaxınlaşırdı. Necə yaxınlaşırdı? Gülə-gülə yaxınlaşırdı. Düzdür, hərəkəti izah eləyir, necə sualına cavab verir. Bu baxımdan tərz hərəkət zərfinə çox oxşuyur. Amma gülmək feildir, ədə feili bağlama şəkilcisidir. Burada zərf yox, feili bağlama işlənib. Bu hadisədən sonra ondan xəbər almadıq. Burada hadisə isimdir. Dan çıxışlı hal şəkilcisidir. Sonra da çıxışlı hala qoşulduğuna görə qoşmadır. Burada da zərf işlənməyib. Cavabımız C variantıdır. Baxaq, cümlələrin birində feildən düzəlmiş isim işlənmişdir. Belə testlərdə, suallarda çox diqqətli olaq. Məsələn, feildən düzəlmiş isim deyər. A variantında feildən düzələn sifət olar. İsimləşmiş variantı həm də. Bu baxımdan diqqətli olmaq lazımdır. Burada doğmalarımızı görəndə çox sevindik.
Doğmaq feilindən doğma sifəti yaranır. Lar cəm şəkilsi, ımız mənsubiyyət, bu isə təsirli halın şəkilsidir. Cümlə daxilində sual versək, kimi görəndə, doğmalarımızı görəndə ismin sualına cavab verəcək və bu baxımdan bizi çaşdıra bilər. Amma biz bir sözün hansı nitq hissəsi olduğunu bilmək istəyiriksə, onu cümlə daxilində yox, cümlədən çıxardıb kənarda təklikdə sual vermək lazımdır. Doğma, necə, doğma bu feildən düzələn isim yox, feildən düzələn sifətdir. İsmin suallarına ona görə cavab verir ki, ismə aid olan qrammatik şəkilçiləri qəbul edib, ismin sualına cavab verir. İsimləşmə var, amma isimləşmə sözün hansı nitq hissəsinə aid olduğunu dəyişə bilməz. Ümumiyyətlə, cəm, mənsubiyyət, hal, xəbərlik, bu şəkilçilər qoşulduğu sözün aid olduğu nitq hissəsini dəyişmir. Məsələn, doğma sifətdir, doğmalar da desək sifətdir, doğmalarımız da desək sifətdir. B variantına baxaq. İgid bir dəfə, qorxaq min dəfə ölər. Burada da yenə qorxmaq feilindən qorxaq, necə, qorxaq sifəti yaranıb. Cümlə daxilində sual verib hansı nitq hissəsi olduğunu müəyyənləşdirə bilmərik. Təklikdə sual veririk. Qorxaq, necə, qorxaq. Burada kim sualına cavab verir? Çünki isimləşib. Əslində isimləşmə deyəndə bizim ağlımızda ismə aid olan qrammatik şəkilçilər gəlir. Burada qrammatik şəkilçi qəbul eləməyib. Sifətlər bəzən qrammatik şəkilçi qəbul etmədən də isimləşə bilər. Bu necə olur? Həmin isim sifət adlıq halda işlənəcək. Burada adlıq halda işlənir və adlıq halında bir qrammatik özünə məxsus olan bir qrammatik şəkilçisi olmadığına görə sifətdə qrammatik şəkilçi yoxdur. Şəklin altındakı yazıları oxuya bilmirdik. Yazmaq feilindən yazı ismi yaranır. Lar cəm isə mənsubiyyətdir. Feildən düzəlmiş isim deyəndə, məsələn, yataq da feildən düzələn isimdir və yaxud da bilik. Bunlar da feildən düzələn isimdir. Fərq burada nədir? Belə sözlər olsa bunu müəyyənləşdirmək çox rahatdır, çünki şəkilçi aydın şəkildə təsəvvür eləmək olur bunu. Amma bir samitdən ibarət olan şəkilcilər həmişə yaddan çıxır. Yazmaq feilindən yazı ismi yaranır. Burada bir saitdən ibarət olan şəkilci var. Cavabımız C variantı. Əli uşaqlarla sağollaşıb yanımıza qayıtdı. Əkinçilər burada da yoxdur. Feildən düzəlmiş deməli isim yoxdur. Əkinçilər hamıdan tez gəlmişlər. Burada da əkin ismindən əkinci ismi düzəlib. Cavabımız C variantıdır. Hansı cümlənin xəbəri düzgün göstərilmişdir? Əli bizimlə ətraflı danışdı. Nə etdi? Danışdı. Necə danışdı? Ətraflı danışdı. Bu cümlənin xəbəri sadəcə danışdı feilidir. Ətraflı isə tərzi hərəkət zərfliyi olmalıdır. Bu mənim ən sevdiyim əsərdir. Əsərdir. Nə bu? Hansı əsərdir? Necə əsərdir? Mənim ən sevdiyim əsər. B variantında cümlənin xəbəri düzgün göstərilib. Unutmaq olmaz ki, feili sifətdir, məsdərdir, feili bağlamadır. Bunlar özündən əvvəl gələn sözlərlə birlikdə təhlil olunur, tərkib yaradır. Özündən sonra gələn sözlərlə yox. C-yə baxaq. Bu kitablar sizin deyil. İdi, imiş, isə, deyil. Bunlar qoşulduğu sözlə bir yerdə cümlənin xəbəri olur. Tək təhlil eləyə bilmərik. Məsələn, burada sizin deyil, bir yerdə cümlənin xəbəri olmalı idi. İdi, imiş, isə, deyil. Qoşulduğu sözlə bir yerdə cümlədə xəbər olur və xəbərin quruluş cünübünə təsir eləmir. Məsələn, nitq hissəsi ilə ifadə olunubsa, bu xəbər sadə xəbərdir. Söz birləşməsi ilə ifadə olunduqda mürəkkəb xəbər olur. Burada da nitq hissəsi ilə ifadə olunduğuna görə sadə xəbərdir. Deyil, xəbərin quruluş cünübünə təsir eləmir. Onun bacısı da müəllim oldu. Müəllim olmaq mürəkkəb feildir və mürəkkəb feillər bir təhlil olunur. Onun bacısı müəllim oldu. Müəllim oldu bir yerdə cümlənin xəbəri olmalıdır. Çünki ol, et, bil, qılmaq feili bunlar özündən əvvəl gələn sözlərlə bir yerdə mürəkkəb feil olur. Bunun müstəqil olan variantı da var. Amma burada müəllim olmaq mürəkkəb feildir. Olmaq, var olmaq, iştirak etmək, həyata keçirmək mənasını verəndə müstəqil olur. Müəllim oldu mürəkkəb feildir və mürəkkəb feildə bir cümlənin xəbəri olur, parçalanmır. Bizi qorxudan sənin kimilərdir. Kimi qoşmadır və qoşmalar cümlə üzvü olur. Digər köməkçi nitq hissələrindən fərqi qoşmalar cümlə üzvü ola bilər, amma tək yox. Qoşulduğu sözdən bir yerdə cümlə üzvü ola bilər. Sənin kimilərdir cümlənin bir yerdə xəbəri olmalı idi. Keçirək 7-ci suala. Hansı cümlədə yəli hallı söz işlənib? Dünən bir kitabı məndə qalmışdı. Burada in şəkilcisi var. Bu yəli halda da belə bir şəkilci var, amma bu yəli halın şəkilcisi deyil.
Bu mənsubiyyət şəkilçisidir. Dünən bir kitabım məndə qalıb, sənin kitabın məndə qalıb. Əgər əvvəlinə sənin qoya biliriksə, deməli bu şəkilçi mənsubiyyət şəkilçisidir. Dostlarım məni görəndə çox sevindi. Dostlarım mənsubiyyət şəkilçili dost, dostlar, dostlarım, mənim dostlarım. Mənsubiyyət şəkilçili adlı hallı sözdür. Məni görəndə, kimi görəndə təsirli hallı sözdür. Burada da yəli hallı söz yoxdur. Onun həyatı çətinliklərlə doludur. Deməli, yəli hallı söz istəyirsə, cavabımız C variantıdır. Yəli hallı isim istəsəydi, biz bu variantı götürə bilməzdik. Çünki bu yəli hallı əvəzlikdir. Əvəzliklər heç vaxt mənsubiyyət şəkilçisi qəbul edə bilməz. Yəli haldadır bu əvəzlik. Bəzən bizim, mənim bu sözlər mənsubiyyət şəkilçiləri ilə qarışdırıla bilər. Amma şəxs əvəzliklər yox, daha doğrusu şəxs əvəzlikləri mənsubiyyət şəkilçisi qəbul edə bilmir. Yəli halın şəkilçisidir və yəli halda da belə bir xüsusiyyət var ki, yəli hal özündən sonra mənsubiyyət şəkilçili söz tələb edir. Onun həyatı özündən sonra mənsubiyyət şəkilçili söz gəlib. Uşağı belə böyütməzlər, təsirli hallı sözdür. Dünən yanımızdan keçən bu oğlan idi. Burada da yanımız mənsubiyyət bizim yanımız birinci şəxsin cəminin mənsubiyyəti, bu da haldır. Burada da yəli hallı söz yoxdur. Hansı cümlədə əvəzlikdən sonra qoyulan vergül işarəsi düzgündür? Baxaq. O da sabah gələcək. Gələcək. Kim gələcək? O gələcək. Deməli, əvəzliyin vergüllə işlənməsi üçün 2 qayda var. Bunun birincisi, həmin əvəzliklər kim ya da nə bu suallardan birinə cavab verməlidir. Amma əvəzlikdən sonra bağlayıcı gəlsə vergül qoyulmur. O da sabah gələcək. Bu iştirak bağlayıcısıdır. Vergülü qoymayacağıq burada. B-də deyir ki, o kitabı çox bəyənmişdim. Əvəzin vergül qoyulması üçün birinci həmin əvəzlik kim ya da nə sualına cavab verməlidir. Sifətin sualına cavab verəndə vergül qoyulmayacaq. O kitabı çox bəyənmişdim. Hansı kitabı? O kitabı. Hansı sualına cavab verdiyi üçün burada vergül qoyulmayacaq. O daha çox roman oxumağı sevir. Kim? O. Düzdür, kim sualına cavab verdi. Amma özündən sonra ədat gəlib. Ədat gələndə vergül qoyulmur. O kəndin havası çox səfalıdır. Hansı kəndin? O kəndin. Yenə sifətin sualına cavab verir, vergülü qoymayacaq. O günlərini kitab oxumaqla keçirir. Kim? O. Kim sualına cavab verdi. Özündən sonra da isim gəldiyinə görə vergülü qoya bilərik. Cavabımız E variantıdır. Yəni, o əvəzinin vergüllə işlənməsi üçün birinci qayda həmin əvəzliklər kim ya da nə? Bu suallardan birinə cavab verməlidir. Daha sonra həmin əvəzliklərdən sonra isim, sifət, say, zərf, feili sifət, feillərdən yalnız feili sifət, modal söz gələrsə vergülü qoyuruq. Burada kim sualına cavab verir və özündən sonra da isim gəlib. Düzəltmə sayları müəyyən edin. Baxaq. Neçənci saya çox oxşasa da bu əvəzlikdir, sual əvəzliyidir. Azdan azacıq yaranır, düzəltmədir, qeyri-müəyyən əvəzlikdir, düzəltmədir. Birdən birinci yaranır, bu da düzəltmədir, qeyri-müəyyəndir. Bircə sadədir, bir saydı, ca ədatdır. Cacə saylara, zərflərə, sifətlərə artırıldıqda ədat olur. Burada da sayı artırılıb ədatdır. Bir neçə mürəkkəbdir. 100, yüzlərlə. Düzəltmə qeyri-müəyyən miqdar sayıdır. 10 minlərlə, bu da mürəkkəbdə 2 dənə sayı var. Birincilik isimdir. Birincilik, nə? Birincilik isimdir, götürmürük. Bircəni 2 dəfə yazılıb. Deməli, burada cavab 2, 3, 6. C variantı. Uyğunluğu müəyyən edin. Ümumi şəxsi cümlə və şəxsi cümlə. Çox gəzən çox bilər. Bu ümumi şəxsi cümləyə çox oxşur, amma bu müəyyən şəxsi cümlədir. Birinci ümumi şəxsi cümlənin xəbəri ya üçüncü şəxsin cəmində, ya da ikinci şəxsin təkində olmalıdır. Bu cümlənin xəbəri üçüncü şəxsin təkindədir. Və cümlənin mübtədası var. Kim çox bilər? Çox gəzən. Amma ümumi şəxsi cümlələrdə mübtəda olmur. Əgər bir cümlənin mübtədası varsa, bu müəyyən şəxsi cümlə olacaq artıq. Bunu çıxardaq. Aynurun uşağa yazığı gəldi. Deməli, nə etdi? Yazığı gəldi. Kimə? Uşağa. Kimin? Aynurun. Belə təhlil apara bilmərik. Yadda saxlayaq ki, sintaktika bölməsində yəli hallı sözlər müstəqil şəkildə cümlə üzvü az hallarda olur. Əgər bu yəli hallı sözdə xəbərli şəkilçisi varsa, cümlənin xəbəri olacaq. Yəli hallı söz mənsubiyyət şəkilçili sözlə bir yerdə cümlə üzvü olur. Baxın, Aynurun bu yəlikdədir. Yəlik. Əgər yəlik varsa,
hansı şəxsdədirsə, məsələn, bu üçüncü şəxsin təkindədir. Həmin şəxsin təkinə də aid mənsubiyyət şəkilcili söz olmalıdır. Yazıq, yazığa burada var. Bu yaradır söz birləşməsi. Yəlik halı sözlə mənsubiyyət şəkilcili söz yaradır. Üçüncü növ təyini söz birləşməsinin ismi birləşmədir bu. Və bu parçalanmır. Araya daxil olan sözlər təhlil olunmur. Aynurun yazığı üçüncü növdür. Bura qədər bir təhlil edirik. Parçalaya bilmərik, çünki söz birləşməsi. Ümumiyyətlə, yadda saxlayaq ki, yəlik halı söz mənsubiyyət şəkilcili sözdən bir yerdə cümlə üzvü götürülür. Yazığı gəldi, frazoloji birləşmədir. Bu cümlənin hamısı bir yerdə xəbər olur. Bu söz bu tərəflə ayrıla bilməz, söz birləşməsinin bir hissəsidir. Bu tərəflə də ayrıla bilməz, frazoloji birləşmənin bir hissəsidir. Məcburi hamısını bir yerdə xəbər götürək. Cümlə olacaq şəxsi cümlə. Nə əkərsən, onu da biçərsən. Xəbər ikinci şəxsin təkindədir, ümumidir, hamıya aiddir, ümumi şəxsi cümlədir. Bu hadisə xoşuma gəlmədi. Frazoloji birləşmələr daha çox şəxsi cümlələrdə işlənir, amma digər cümlələrdə də buna rast gəlmək olar. Məsələn, xoşuma gəlmədi, frazoloji birləşmədir. Nə xoşuma gəlmədi? Hadisə. Cümlənin mübtədası var, bu müəyyən şəxsi cümlədir. Uşaqların məktəbdən gələn vaxtıdır. Uşaqların, baxın, burada yəlik var. Deməli, cümlədə mənsubiyyət olmalıdır. Uşaqların məktəbdən gələn vaxtı. Üçüncü növ təyini söz birləşməsidir. Sintaktik təhlil zamanı parçalaya bilmərik. Hamısı bir yerdə cümlənin xəbəridir və şəxsi cümlədir. Deməli, burada cavab olacaq 1-ə C, 2B, E. Hansı cümlədə yer zərfliyinin əlavəsi işlənib? O da sənin kimi, yəni ciddi danışırdı. Bu cümlədə zərfliyin əlavəsi işlənib. Uşaqlar orada çayın kənarında idilər. Bu cümlədə isə xəbərin əlavəsi işlənib. Uşaqlar orada çayın kənarında oynayırdı desək, zərfliyin əlavəsi işlənmiş olacaq. Bəzən bu hissiyə sual verir tələbə. Məsələn, uşaqlar orada, harada, orada. Bu da zərfliyin sualıdır. Bunu zərfliyin əlavəsi kimi götürür. Amma əlavə ilə əlavəli üzv eyni cümlə üzvü olmalıdır. Yəni, əlavəli üzv başqa cümlə üzvü olsun. Məsələn, bu cümlənin zərfliyi olsun. Burada da idi var. Bu da cümlənin xəbəri olsun. Olmaz belə. Hər ikisi eyni cümlə üzvü olmalıdır. Burada şəkilçi ixtisar olunub. Uşaqlar orada idilər. Yəni, çayın kənarında idilər. Xəbərin əlavəsi işlənib burada. Qonaqlar ayın 2-si, yəni cümə günü gələcək. Zaman zərfliyinin əlavəsi işlənib. Uşaqlar ora, evin arxa həyətinə getdilər. Artıq burada yer zərfliyinin əlavəsi işlənib. Haraya getdilər? Ora. Orada deyəndə hara nəzərdə tutulur? Evin arxa həyətinə. Yer zərfliyinin əlavəsi işlənib. Cavab D-dir. Bakı sevimli şəhərim çox gözəlləşib. Hara çox gözəlləşib? Bakı. Hara sualı dedikdə adətən ağlımıza yer zərfliyi gəlir, amma mübtədada da hara sualı var. Hara? Bakı. Hara sualı ilə yanaşı haraya sualını verə bilsək, o yer zərfliyinin sualıdır. Buna yalnız hara sualını verə bilirik. Ona görə burada mübtədanın əlavəsi işlənib. Bakı, yəni sevimli şəhərim çox gözəlləşib. Gəlirik 12-ci suala. Verilmiş nümunədə köməkçi nitq hissələrin təhlilinə aid düzgün fikirləri seçin. Həm də deməli, tabesizlik bağlayıcısıdır. Biz istəməzdikmi? Ədat var burada. Ki bağlayıcı. Hər şey əvvəlki kimi yaxşı olsun. Deməli, bu cümlədə 2 dənə bağlayıcı var. Biri tabesizlik, biri tabellik bağlayıcısı. Bir ədat işlənib, bir dənə də qoşma var. Nümunədə 2 fərqli köməkçi nitq hissəsi işlənib. Bu səhvdir. 3 dənə fərqli köməkçi nitq hissəsi işlənib. Bağlayıcı, ədat, bağlayıcı, qoşma. Həm tabellik, həm də tabesizlik bağlayıcısı işlənib. Düzdür. Həm də tabesizlik bağlayıcısıdır. İşrək bağlayıcısı ki, tabellik bağlayıcısıdır. Bunu götürək. Ədatla amonimlik olan köməkçi nitq hissəsi işlənib. Xeyr. Burada bir dəqiqə. Ədatla amonimlik olan köməkçi nitq hissəsi işlənib. Düzdür. Burada ki bağlayıcıdır və ki həm bağlayıcı kimi işlənə bilər, həm də ədat kimi işlənə bilər. 3 düzdür. M sual ədatı, ki qüvvətləndirici ədatdır. Bu artıq səhv fikirdir. M sual ədatdır, düzdür. Amma ki bağlayıcıdır. Bu 2 dənə cümləni bir-birinə bağlayıb. Özündən sonra da vergül işarəsi var. Bağlayıcıdır bu. Kimi qoşmadır, sinonimliyi yoxdur. Düzdür, qoşmadır, amma sinonimliyi var. Məsələn, sənin kimi danışır. Burada bənzətmə qoşmasıdır. Evə kimi yol, məsafə qoşması, kimi danışır, kimi gülür. Qeyri-müəyyən əvəzlikdir. Yəni, amonimlik yoxdur, səhv fikirdir, var amonimlik. Cavabımız 2, 3. A variantı.
Hansı əməli yazı nümunəsində hər zaman sonda imzası olan şəxsin vəzifəsi də qeyd olunmalıdır? Cavabımız C variantıdır. Arayış, protokol. Məsələn, ərizə verilib, ərizəni biz özümüz yazırıq. Eyni qaydada izahatı da biz özümüz yazırıq. Nümunədə buraxılmış durğu işarələrini müəyyən edin. Əli kişi dedi. Deməli, müəllifin sözü cümlənin əvvəlində işlənirsə, ondan sonra qoşa nöqtə qoymalıyıq. Cümlənin sonunda işlənirsə, ondan əvvələ tire qoyulur. Qoşa nöqtə. Oğul, bu xitabdır. Yox, bir dəqiqə. Vasitəsiz nöqtə aşağıdan veriləndə biz onun əvvələ bir tire işarəsi qoymalıyıq. Oğul, xitabdır, vergül. Bu torpaqlarda şəhid olan balalarımızı unuda bilmərik. Deməli, nöqtə var cümlədə. Qoşa nöqtə, bir dənə tire, bir dənə də vergül. A variantı. Şöbə rəisi Əli kəndimizin köhnə sakinlərindəndir cümləsinin təhlili haqqında hansı fikir düzgündür? Təyinlərdən biri söz birləşməsi, digəri isə sadə sifətlə ifadə olunub. Baxaq, şöbə rəisi Əli, hansı Əli? Şöbə rəisi söz birləşməsidir bu. Başqa bir təyin yoxdur. Bu çaşdıra bilər bizdə. Bu üçüncü növün arasında işlənib deyə təhlil olunmur bu. Mübtəda mürəkkəb adla ifadə olunmuşdur. Şöbə rəisi Əli kəndimizin köhnə sakinlərindəndir. Kim köhnə sakinlərindəndir? Əli. Mübtəda xüsusi isimlə ifadə olunub. Burada şöbə rəisi köhnə sakinlərdən kim? Şöbə rəisi belə sual verib özünüzü çaşdırmayın. Çünki bu mübtəda olsa bunlar həmciz mübtəda olar və həmciz üzvlər arasında da vergül işarəsi olmalıdır. Əgər bu intonasiya ilə bağlanmışsa, bunlar arasında vergül işarəsi olmalıdır. Yoxdur burada vergül işarəsi. Şöbə rəisi bu cümlənin təyinidir. Şöbə rəisi Əli. Hansı Əli? Şöbə rəisi Əli. Mürəkkəb adla yox, xüsusi isimlə ifadə olunub. B də səhvdir. İsmi xəbərli nəqli cümlədir. Baxaq, cümlənin sonunda nöqtə. Deməli, nəqli cümlədir. Çünki nəqli cümlədir. İsmi xəbərli nəqli cümlədir. Bəli, kəndimizin köhnə sakinlərindəndir. İsmi xəbərli söz birləşməsi ilə ifadə olunub. Nəqli cümlədir. Cümlənin xəbəri sadə sifətlə ifadə olunub. Baxaq. Deməli, sakinlərindəndir. Olmaz. Çünki cümlənin xəbəri üçüncü növ təyini söz birləşməsi ilə ifadə olunub. Kəndimizin sakinləri. Deyə bilmərik ki, cümlənin xəbəri sakinləridir sifəti, ümumiyyətlə sakinləridir sözü ilə ifadə olunub. Olmaz. Kəndimizin sakinləri. Cümlənin xəbəri üçüncü növ təyini ismi birləşmədir. İsmi birləşmə ilə ifadə olunub. Müəyyən şəxsli müxtəsər cümlədir. Müəyyən şəxsli cümlədir, çünki cümlənin mübtədası da var, xəbəri də var. Amma müxtəsər cümlə deyil, geniş cümlədir. Çünki cümlədə təyin var. İkinci dərəcəli üzvlərdən hər hansı birinin iştirakı varsa, bu cümlə artıq geniş olacaq. Müxtəsər cümlə baş üzvlərin iştirak etdiyi cümlələrə deyilir.